Salam, hər birinizi xoş gördük, əziz abituriyentlər. Mən Şəlalə İbrahimova. Deməli, artıq hamıya məlumdur ki, 4-cü qrupların blok imtahanına bir neçə gün qalıb. Həm müəllimlər, həm abituriyentlər bu günü çox səbirsizliklə gözləyirlər, çox həyəcanla gözləyirlər. Demək, bu abituriyentlərə dəstək məqsədi ilə çəkilən bir videolardır. Və videonun səbəbi niyə Hardy-Weinberg qanunudur, onu əvvəlcə izah verim. Dünən 3-cü və 2-ci qruplar üçün blok imtahanı oldu. Düzdür, mən 2-ci və 3-cü qrupların fənlərinə o qədər maraq göstərməsəm də, fən müəllimlərinin dediyinə əsasən tarix fənnindən küncdə kənarda qalmış mövzular, diqqət yetirmədiyimiz, az diqqət yetirdiyimiz mövzular blok imtahanının suallarına düşüblər. Və bu da uşaqlar üçün çətinlik törədib. Bu məqsədlə də mən düşünürəm ki, bu ehtimal 4-cü qruplarda da ola bilər. Ona görə də bizim də 4-cü qrup olaraq diqqətimizdən yayınan bir mövzudur. Hardy-Weinberg qanunu. Bunu həm abituriyentlərə dəstək məqsədi ilə ki, bu tipli suallar düşərsə necə həll eləməliyik, onlara kömək məqsədi ilə çəkilir. Bu bir neçə video şəklində olacaq, yəni Hardy-Weinberg qanunu və çox nəzər yetirmədiyimiz kənar mövzulardan ibarət qısa videolar təşkil olunacaq. Bazar gününə qədər ki, abituriyentlərə dəstək olsun, onlara kömək olsun. Bəlkə kimsə bu videonu izləyib, sonra imtahana girər. Düşərsə bu tipli suallar, onlar çaşmasınlar və rahatlıqla bu tipli sualları həll eləsinlər. Siz də mənimlə razılaşarsınız ki, Hardy-Weinberg qanununa aid dimdə, güvəndə çox da geniş seçim imkanı olan suallar yoxdur. Elə ona görə də bizim diqqətimizdən yayınan mövzu olaraq Hardy-Weinbergi mən seçdim. Yenə deyirəm, bu video davamlı olacaq. Bir neçə mövzuya toxunacağam ki, bu mövzular bizim diqqətimizdən kənardadır. Onlara da nəzər yetirək imtahana girməmişdən qabaq. Öz test nümunəmə müraciət elədim. Hardy-Weinberg qanununa aid 5-6 sual tapmışam. Məqsəd o deyil ki, mənim kitabımdan sual düşəcək. Məqsəd odur ki, buna oxşar suallar düşərsə, siz necə həll eləməlisiniz? Əvvəlcə Hardy-Weinberg qanununa baxaq. Hardy-Weinberg qanununa əsasən populyasiyada dominant və resessiv genlərin rast gəlmə tezliyi nəsildən nəslə keçdikcə dəyişmir. Və onun özünə düsturu da var idi. Gəlin o düsturu yazaq. P üstə gələ Q və onun kvadratı bərabərdir 1-ə. P dominant fərdlərdir. Q resessiv fərdlərin faizidir, sayıdır. Demək, verilən rəqəmidir. Gəlin düsturu açaq. Düsturu açdıqda P kvadratı üstə gələ 2PQ üstə gələ Q kvadratı almış olarıq. Məsələyə qaydırıq. Deyir ki, yaşıl populyasiyada, noxud populyasiyasında yaşıl noxudlar müşahidə olunur 16%. Hardy-Weinberg qanununa görə parçalanma verən nəslin faizlə miqdarını müəyyən edin. Parçalanma verən deyirsə, biz bilirik ki, F1 nəslində parçalanma vermir, hamısı sarı rəngli olur. Ona görə də məsələnin mən cavabını F2 nəslində axtarıram. Və F2 nəslinin elə burada faizlərini, baxın, nəslinin genotipini yazıram. Yazdım nəslin genotipini və yaşıl noxudları görürük. Bunlar 16% olmuşdur. Bizdən heterozigotları soruşur ki, parçalanma verən heterozigotlarda axı onların faizlə miqdarını tapın. Baxın, Q kvadratı düstura əsasən bərabərdir 16. 16-nı ümumi faiza bölürəm, 100. O da eləyir 0,16. Q-nin kvadratı olduğuna görə Q 0,4-ə bərabərdir. Bizim yeni bir düsturumuz da var. P üstə gələ Q bərabərdir 1-ə. Yəni, Q 0,4-dürsə, P-ni 0,6 ilə işarələyə bilərik. İndi 2PQ düsturunda gətirib yerinə yazacağım. 2 vuraq P-nin yerinə 0,6, Q-nin də yerinə 0,4 yazaram. 2-ni 0,6-ya vuraram, 1,2, onu da vuraram 0,4-ə, 0,48-ə bərabər olar. 0,48-i də faizlə ifadə eləməyimi istəyirsə, 48% cavabını almış oldum. Növbəti məsələyə keçək. Müəyyən populyasiyada bir də xatırladım ki, bu tipli məsələlərin seçimi geniş deyil, öz
Test kitabımdan bu tipli testləri sizə öyrətmək məqsədi ilə nümunələr seçmişəm. Müəyyən populyasiyada dominant genotipli fərdlərin sayı 756-ya bərabərdir. Qalan fərdlər isə ümumi nəslin 16%-ni təşkil edir. Hardy-Weinberg qanununa görə heterozigot genotipli fərdlərin sayını hesablayın. Deməli, yenə müəyyən populyasiyada dominant tipli fərdlərin sayı demək 756, resessiv isə 16. Mən 100-dən 16% çıxıram. Deməli, 84%-im qalır. Bax, deyir, qalan fərdlər 16%-dir. Deməli, dominant fərdlərim, yəni mənim 84%-im 756 fərd idi. Bəs 100% fərdlərim nə qədər imiş ümumi nəslin içərisində? X da bərabər olar. Demək, 756-nı vuraram 100-ə, bölərəm 84-də 900 cavabını almış olaram. Populyasiyada mənim 900 fərdim var. Populyasiyada 900 fərd varsa, indi baxın 16%-ni qalan fərdlər ümumi nəslin 16%-ni təşkil eləyir. Və resessiv fərdlərimizə baxaq. Q kvadrat bərabərdir 16%-dir. 16-nı bölərik 100%-imizə, bərabər olar 0,16. O da bərabərdir 0,4. Q 0,4-dürsə, P 0,6-ya bərabərdir. Heterozigot fərdləri 2PQ ilə hesablayırıq. O da bərabərdir 2 vuraq 0,6, vuraq 0,4. O da bərabərdir 0,48. Fərdlərin sayını istədiyinə görə 0,48-i də 900-ə vuraram. Bərabər olar 432-yə. Y bəndində isə heterozigot fərdlərin sayını hesablayın, bizə verilib. Növbəti məsələlərimizə baxırıq. Beləliklə, bizə növbəti məsələdə deyilir ki, təbii şəraitdə özünü doğrultmayan hansı genetik qanundur? Biz bayaq vurğulamışdıq ki, Hardy-Weinberg qanunu təbii şəraitdə özünü doğrultmur. Çünki bu qanunun özünü doğrultması üçün kənardan heç bir fərd bu populyasiyaya daxil olmamalıdır, mutasiya təsir göstərməməlidir və s. və ilaxır bir sıra şərtlər var. Təbii şəraitdə isə biz bunların heç birini qoruyub saxlaya bilmirik. Ona görə də təbii şəraitdə özünü doğrultmayan qanun istəyirsə, Hardy-Weinberg qanununu göstərə bilərik. 33-cü sualda isə bir kənd ərazisində 600 sakinin 1/3-nin kişilərdən ibarət olduğunu söylüyor. 1/3-nin kişilərdən ibarətdirsə, deməli burada 200 kişi var, 400-də qadın var. Və kişilərin içərisində 20 nəfər daltonikdir. Baxın, kişilərdə XY-dir, qadınlar isə XX-dir. Daltonizm xəstəliyi X-la keçən xəstəlikdir, X xromosomun üzərində resessiv keçəndir. Beləliklə, kişilərdə xəstəliyin rast gəlmə faizini hesablayıram. 20-ni ümumi kişilərin, baxın, qadın 400 idi, kişilər 200 idi. Rast gəlmə tezliyini tapmaq üçün kişilərin sayına bölürəm və 0,1. Və qadınlarda 2X xromosom olduğuna görə 0,1-i 0,1-ə vururam. 0,01, yəni 1/1 qadınlarda bu xəstəlik rast gəlinir, kişilərdə isə 0,1% rast gəlinir. Beləliklə, indi 0,01-i mən 400 qadına vurum ki, görüm 400 qadının neçəsi xəstədir. 4 ədəd qadın xəstədir, 20 ədəd də kişi, 20 ədəd deməyək, 20 nəfər də kişi xəstədir. 20 üstə gələk 4 bərabərdir ümumi kənddə daltonizm üzrə 24 xəstəmiz var. Və sonuncu suala baxaq. Bu videolar sizlərə dəstək üçün çəkilir ki, bu tipli məsələlər sizin qarşınıza çıxarsa, çətinlik çəkməyəsiniz, rahat və asan bir şəkildə həll eləyəsiniz. Gecə çiçəyi populyasiyasında 200 bitki var, bunlardan 18-i qırmızı rənglidir. Yenə deyirəm, qırmızı rəngli istəyirsə böyük yağ, böyük yağlar, kiçik yağlar və kiçik yağlar. Baxın, 200-dən 18-i qırmızı rənglidir. Bax, qırmızı budur. Və dominant əlaməti bizə verir, P-ni. Resessiv əlaməti isə bizə vermir. Qırmızı. Bunlar isə ağ rəngli olur.
Və məndən Hardy-Weinberg qanununa görə ağ və çəhrayı çiçəklərin sayını soruşur. Bu zaman 18-i mən 200-ə bölüm, dominant fərdlərin rast gəlmə tezliyini hesablayım. 0 tam p kvadratı ilə 0 tam 0,9 olacaq və p isə 0,3-ə bərabər olacaq. Onda Q-nü hesablasaq, 1-dən 0,3 çıxsam, 0,7 də Q-yə bərabərdir. Hardy-Weinberg qanununa əsasən ağ çiçəkləri hesablayıramsa, Q kvadratı, yəni 0,7 vuraq 0,7, 0 tam 49. Əgər çəhrayı çiçəkləri hesablayıramsa, 2PQ düsturu ilə hesablayıram. 2 vuraq P-ni neçə ilə işarələdik? 0,3 ilə, Q-ni isə 0,7 ilə. Beləliklə hesablayaq. Buradan isə cavab 0,42 almış olduq. Lakin bizə fərdlərin sayını istədiyinə görə mən 0,49-u vururam 200-ə. Deməli, 200-ə vururam, çünki fərdləri say şəklində istəyir də, faiz şəklində istəmir. 98 dənə məndə alındı. Deməli, Q kvadratı 98 dənə ağ və indi 0,42-ni vururam 200-ə. 84 dənə də çəhrayı. Bunlar çəhrayidir. Çəhrayilər 84 ədəd alındı və 98 ədəd də alındı ağ çiçəklər. C bəndində bizə doğru verilib. Beləliklə biz Hardy-Weinberg qanununa aid məsələlər düşərsə, onların asan və sadə yolla həllərini öyrəndik. Hər bir kəsə uğurlar arzulayıram. Sağ olun.